Firdun bəy, biz Nəsimi haqqında bilgilərimiz bu məktəb bilgilərindən o tərəfə deyil də, yəni məktəb bilgiləri olub, bir də ki bir kino olmuşdu, çəkilmişdi Nəsim haqqında. Orada biraz bilgilərimiz var, şeirlərini bilirik bir-iki. Mən istərdim siz bizə açıqlayasınız, Nəsimi kimdir ümumiyyətlə? Fuad bəy, məsələ ondadır ki, əgər biz doğrudan da orta məktəb dərsliklərindən və filmdən Nəsimini tanıyırıqsa, bu o deməkdir ki, biz Nəsimini tanımırıq. Tanımırıq. Əvvəla film Nəsiminin heç bir cizgisini əks elətdirmir. Nəsimi kimdir sualına təbii ki, cavab vermir. Mən bunu Bolşeviklər zamanının ideologiyasına uyğunlaşdırılmış bir qəhrəman kimi təqdim olunmasını pisləyirəm. Çünki filmin rejissoru da, senari müəllifi də, hətta məsləhətçiləri də elə adamlardan seçilib ki, onlar Nəsimini təbii tədqiq eləməyiblər. Nəsimini də olduğu kimi yox, ideologiyanın tələbatına uyğun təqdim ediblər. Həm orta məktəb dərsliklərində, həm ali məktəb dərsliklərində bu barədə Həmid Araslı'nın yazdıqlarını əsas götürüblər. Həmid Araslı da təbii ki, Nəsimini keyfiyyətcə bilmirdi. Yüksək səviyyədə bilmirdi. Çünki Salman Mümtazın, Allah ona min rəhmət eləsin, həm maddi tutalım ki, sərvətini sərf eləyib əldə elədiyi həmin kitabı 1926-cı ildə nəşr eləmişdi və Həmid Araslı da Salman Mümtaz həbs olunandan sonra bütün Salman Mümtazın arxivini mənimsədi, öz adına çıxardı, hətta onun akademiyada məhkəməsi də oldu. Salman Mümtazın qızı onu məhkəməyə vermişdi. O vaxtı onu cərimələdilər. Ona sual verində ki, sən niyə Salman Mümtazın arxivini götürdün? Dedi ki, onu həbs elədilər, mən qorxdum ki, xalqın sərvəti itər. Ona deyəndə ki, yaxşı, bəraət qazanandan sonra niyə etiraf eləmədin ki, bu Salman Mümtazın əsərləridir? Deyir, onda həmin əsərləri mən müəllifi olduğum kimi qəbul eləmişlər. Ona görə də mən onu deyə bilməzdim. Salman Mümtaz o kitabı bir nəfərdə görmüşdü. Eşitmişdi ki, belə bir kitab kimdəsə var. 14-cü əsrdə yazılmış və içində də 8 miniatür olan nadir kitab. Salman Mümtaz ondan gəlib o kitabı almağını demişdi. Və o da qiymət qoymuşdu. 10.000 pul, 10.000 rubl. Böyük məbləğ idi o vaxtına. Salman Mümtaz bəli, 10.000 rubl gətirib saydı ovucuna ki, ala. Güldü, dedi ki, mən nəyirəm bu kağızı? Mən qızıl pul istəyirəm. Dedi, yaxşı, onda səhərə qədər bu kitabı heç kəsə vermə, bank açılsın, mən gedim qızıl pul gətirim, verim sənə. Və belə də elədi. Bank açılanda həmin pulları dəyişdi, qızıl pula gətirdi, 10.000 qızıl pulu saydı ovucuna. Ala, o kitabı ver, o kitabı aldı. O kitabı aldı və nəşr elədi. Azər Nəşr 1926-cı ildə həmin kitabı buraxdı. İmadəddin Nəsimi adında. 8 miniatürü, təbii ki, miniatürlər rəngli idi, amma o vaxt rəngli çap yox idi. Yox idi. Bunu klişe elədilər və klişedə ağ-qara rənglə nəşr elədilər. Miniatürlərin hamısı orada var. Yəni Nəsiminin portreti də var orada. Miniatür kompozisiyası şəklindədir. Hətta orada belə bir qeyd var ki, biz Nəsiminin qardaşının məzarını, şəklini çəkdik, ancaq onun klişesini hazırlayıb bu nəşrə daxil eləyə bilmədik. Əlavə kimi olub da. Çünki klişeyi hazırlamaq bilirsiniz ki, əllə idi. Onun ustaları xüsusi iynələr vasitəsilə, xüsusi cızma vasitəsilə çinkın üzərindən müəyyən təbəqəni götürürlər və onu klişe şəklində
verirlər naşirə, mətbəədə onu nəşr edirlər. Sonra həmin kitabı və miniatürləri ilə bir yerdə olan həmin kitabı Moskvaya Stalin adına kitabxanaya göndərdi. Deməli, 10.000 qızıl pula aldığı kitabı əvvəla nəşr elədi. Ağ-qara da olsa, Nəsiminin şəkili hələ birinci demək, səhifədə var. Kim maraqlansa, Axundov kitabxanasının elektron kitabxanasında o kitab var. 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 Yəni istənilən adam maraqlanırsa o kitabı, məndə var. Lazım gəlsə göndərə bilərəm. PDF-i var. O vaxta qədər də Nəsiminin əlyazma kitabları bütün dünya muzeylərində, bütün dünya saxlanıcılarında, kitabxanalarında vardı. Yəni Nəsiminin portretinin üzə çıxarılması məsələsi əslində problematik bir şey deyildi. 26-cı ildə nəşr olunan kitabda Nəsiminin şəkili var. Amma müsabiqə elan elədilər. Yaxşı ki, təzələndi. Nəsimiyə başqa baxış bucaqlarından da baxıldı. Mən də onun tərəfdarıyam ki, Mikayıl Abdullayevin, Allah ona rəhmət eləsin, min rəhmət eləsin, çəkdiyi şəkil doğrudan da layiqlidir. Başqa rəssamların da işi var. Amma başqa rəssamların işlərində Nəsiminin böyüklüyü yoxdur. Sıradan bir dərviş kimi veriblər onu. Nəsimi sığmazlığın simvoludur. Məndə sığar iki cahan, mən bu cahana sığmazam, gövhər-i la məkan, mənəm kövn-ü məkana sığmazam. Sığmazlıq deyə partlayır bu adam.